Salam, bu günlər coğrafiya 2025 topudan dünya müasir siyasi xəritəsi mövzusunu təhlil edəcəyik. Birinci suala baxırıq. Bütövlükdə yarımadada yerləşən dövlətlər deyir. Bütövlükdə yarımadada yerləşən deyirsə, adada yerləşənlər və materikdə yerləşənlər çıxarıq. A variantından Kuba adada yerləşir. C variantından İndoneziya adada yerləşir. D variantından Tunis materikdə yerləşir. Y variantında Sinqapur ada dövlətidir. Cavabımız B variantı. Tayland, Hindçin yarımadası, İspaniya, Bruney yarımadası, Birləşmiş Ərəb Əmirlikləri, Ərəbistan yarımadası, Koreya Respublikası, Koreya yarımadası. İkinci sual. Sahilləri 2 okean suları ilə əhatə olunan ölkələr. Materik-daxili ölkələri və 1 okean sahilində yerləşənləri çıxarıq. A variantından Braziliya 1 okeandır, Atlantik okean. Olmaz. C variantından Böyük Britaniya 1 okean, yalnız Atlantik okean olmaz. D variantından Fransa yalnız Atlantik okean olmaz. Y variantından Yaponiya yalnız Atlantik okean olmaz. Cavabımız B variantıdır. Meksika Atlantik və Sakit okeanlara, Avstraliya, Hind və Sakit okeana, Kolumbiya isə Atlantik və Sakit okeanlara çıxır. Üçüncü sual. Atlantik okean sahilində yerləşən ölkələr. Atlantik okean sahilində deyir. A variantından Tacikistan materik daxili ölkədə olmaz. B variantından Mozambik Hind okean sahilində yerləşir olmaz. C variantından Somali Hind okean sahilində yerləşir olmaz. D variantından D variantı doğru cavabımız. Y variantında deməli Macarıstan materik daxilində olmaz. Cavabımız D variantıdır. Mərakeş, Şimali Afrika Atlantik okean sahili, Braziliya, Cənubi Amerika Atlantik okean sahili, Angola Afrikanın cənubunda Atlantik okean sahili və Argentina Cənubi Amerikanın cənubunda Atlantik okeanı sahilində yerləşir. Dördüncü sual. Sardiniya, Tasmaniya hava adaları mənsub olduğu ölkələr. Sardiniya İtaliyada, Tasmaniya Avstraliyada, hava adaları isə ABŞ-a məxsusdur. Cavabımız D variantı. 5. Asiyanın arxipelaqda yerləşən dövlətləri. Arxipelaq deyəndə adalar qrupu nəzərdə tutulur. Yəni bir neçə adalar yaxın yerləşəndə bunlar arxipelaq adlanır. Şri-Lanka bir dənə adadır. Şri-Lankada ətrafında ada yoxdur. Olmaz. Koreya Respublikası yarımadada yerləşir. Olmaz. Şri-Lanka yenə D variantından gedir və Y variantında da Pakistan adada yerləşmir. Cavabımız C variantı. Filippin arxipelağı, Yapon arxipelağı və İndoneziya adalar qrupu. Orada Sumatra, Yava, Kalimantan adalarını göstərə bilərik. Yeni Qviniya. 6-cı sual. Sakit Okean hövzəsində yerləşən inkişaf etmiş ölkələr. İnkişaf etmiş deyirsə, A variantından Malayziya inkişaf etməkdə olan ölkədə olmaz. D variantından Meksika inkişaf etməkdə olan ölkədə olmaz. Y variantından Argentina inkişaf etməkdə olan ölkələrdə olmaz. Və birinci hissəsinə baxırıq, Sakit Okean sahili istəyir. Yeni Zelandiya Sakit Okeanda, Avstraliya Sakit Okean sahili, Yaponiya Sakit Okean sahilidir. Cavab B variantı. C variantından İsrail Hind Okean sahilində yerləşir. 7-ci sual. Hind Okean sahilində yerləşən Afrika dövlətləri. Deməli, A variantından Liviya Atlantik okean sahilidir, Aralıq dənizinə çıxır. Olmaz. Namibiyada Atlantik okean sahilidir. B variantından Kenya Atlantik okean B variantından Tunis Atlantik okean sahilidir. Daha sonra C variantından Kongo Atlantik okean sahilidir. D variantından Liberiya Atlantik okean sahilidir. Cavabımız Y variantı. Mozambik, Madagaskar və Somali Hind okeanı sahilində yerləşir. 8-ci sual. Ərazisi yarımadada yerləşən ölkələr. Deməli, burada A variantında Nepal materikdə yerləşir. B variantında Mərakeş materikdə yerləşir. C variantında Əfqanistan materik daxildir, yarımadaya düşmür. D variantında Şri-Lanka adada yerləşir. Cavabımız Y variantı. İtaliya Apenin yarımadası, İsveç Skandinaviya yarımadası, Səudiyyə Ərəbistanı Ərəbistan yarımadası. 9. Asiyanın dünya okeanına birbaşa çıxışı olmayan ölkələr. Materik daxili ölkələr istəyir və Asiyada yerləşsin deyir. A variantında Sinqapur ada dövlətidir, dünya okeanına çıxışı var. D variantından Malayziya dünya okeanına çıxışı var. B variantından Hindistan dünya okeanına çıxışı var. C variantından Pakistan dünya okeanına çıxışı var. Cavabımız C variantıdır. Əfqanistan, Nepal, Butan, Monqolistan Asiyada yerləşən materik daxili ölkələrdir. 10-cu sual. Sakit Okean hövzəsində yerləşən dövlətlər. Sakit Okean hövzəsində yerləşsin deyir. Deməli, B variantında Somali Hind okeanı sahilidir. C variantında Liviya Atlantik okean sahilidir. D variantında Braziliya Atlantik okean sahilidir. Y variantında Pakistan Hind okean sahilidir. Getdi. Cavabımız qaldı A variantı. Peru Sakit okean, Cənubi Amerikada, Yeni Zelandiya, Okeaniyada Sakit okeanda, Koreya Respublikası da Asiyada Sakit okean hövzəsində yerləşir. 11. Dünya okeanı birbaşa çıxışı olmayan Asiya dövlətləri istəyir. Deməli, B variantından Sinqapur adada yerləşir, dünya okeanına çıxışı var. C variantından Pakistan dünya okeanına çıxışı var. D variantından Vyetnamın dünya okeanına çıxışı var.
Y variantından Bangladeşin dünya okeanına çıxışı var. Cavabımız A variantıdır. Türkmənistan, Monqolistan, Özbəkistan, Laos dünya okeanına çıxışı yoxdur. 12. Qərbi Avropa ölkələrinin iqtisadi coğrafi mövqeyini səciyyələndirən əlamətlər. Region ölkələr bir-birlə sıx qonşuluq mövqeyi var. Bəli, ölkələr bir-birlərinə yaxın yerləşir. Birinci variant doğru. 2. Bütün ölkələrin okeanlara çıxışının olması. Bütün ölkələrin yox. Məsələn, Avstriyada, İsveçrədə okeana çıxışı yoxdur. 2 səhvdir. Deməli, 1 olanları götürürük, 2 olanları atırıq variantlarda. 3. Mühüm dəniz və quru ticarət yollarının yaxınlığında yerləşməsi. Bəli, Qərbi Avropada elə mədəniyyət də çox vaxt dənizlərlə bağlı qurulur sivilizasiyalarda. 4. Şərqi Avropa ölkələri ilə qonşuluq mövqeyi. Bəli, Şərqi Avropa ölkələri MDB ölkələrindən qonşuluq mövqeyinə malikdir. 1, 3, 4 C variantı doğru cavabımızdır. 5. Region ölkələrinin hamısının Afrikaya yaxın olması. Xeyr, Skandinaviya yarımadası ölkələri Norveç, İsveç, Finlandiya Afrikadan uzaqda yerləşir olmaz. 13. Şimali Afrika regionuna aid olan coğrafi xüsusiyyətlər. Şimali Afrika Aralıq dənizi sahilində yerləşir. Rütubətli tropik deyil orada. Aralıq dənizi iqlim tipinin hakim olması, sahilbəyi zəngin su ehtiyatlarının olması, su ehtiyatlarının ora zəif təmin olunub. Afrika səhra yeridir çünki Liviya səhrası var, Nubiya səhrası var. Olmaz. 1 ilə 3'ü atdıq cavablarda. Daha sonra 4. Neft qaz ehtiyatı, fosforit yataqlarının yəni bəli, töhmə mənşəli faydalı qazlarından Şimali Afrika yaxşı təmin olunub. 5. İri şəhərlərin sahil boyunca yerləşməsi doğru cavabdır. Cavabımız A variantı. 14. Cənubi Avropa və Şimali Afrika regionlarının oxşar cəhətləri. Cənubi Avropada və Şimali Afrika inkişaf etmiş ölkələrdir. Şimali Afrika inkişaf etməkdə olan ölkələrdir. Ona görə bir yazılanlar çıxdı. Aralıq dənizi sahilində yerləşən ölkələri var. Bəli, Şimali Afrikanın da, Cənubi Avropanın da Aralıq dənizində çıxışı olan ölkələri var. 2-ni götürdü. 2 olmayan cavabımız getdi. 3. İxracatlarında emalicə sənaye məhsulları üçün emalicə sənaye inkişaf etmiş ölkəyə çox xarakterli. Şimali Afrika inkişaf etməkdə olan ölkədir. Ona görə 3-də getdi. 4. Zeytun və sitrus meyvəsinin inkişaf üçün əlverişli şərait var. Bəli, Aralıq dənizi iqlimində zeytun və sitrus meyvələri inkişaf edilir. 5. Demografik keçidin ikinci mərhələsidir. Demografik keçidin ikinci mərhələsi inkişaf etməkdə olan ölkələr üçün xarakterlikdir. Cənubi Avropa ölkələri inkişaf etmiş ölkələrdir çoxu. Ona görə ümumi cəhət kimi olmaz. 5-də getdi. Və 6 beynəlxalq turizm rayonlarıdır. Bəli, cavabımız D variantı. 2, 4, 6. Bura əsasən turizm baxımından daha yaxşı inkişaf edib. 15. Dəniz sahili suları qurutmaqla ərazilərini genişləndirən ölkələr Niderland, Belçika, Yaponiya. Niderlandda bunlar polderlər də adlanır. 16. İran körfəzi özəsində yerləşən ölkələr. İran körfəzində yerləşən ölkələr bizdən soruşur. Misir İran körfəzi deyil, Qırmızı dəniz sahilidir. Misir Qırmızı dəniz sahilidir. Olmaz. Sudan Qırmızı dəniz sahili olmaz. Yenə D variantında Yemen olmaz. Cavabımız Y variantıdır. Küveyt, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri. Yeməndə Qırmızı dəniz sahili idi. 17. Atlantik okean sahilində yerləşən unitar respublikalar. Həm quruluşuna görə unitar olsun, həm də respublika olsun. Yəni monarxiya ilə federativləri çıxmalıyıq. İspaniya federativ, monarxiya federativ çıxdıq. Norveç monarxiya çıxdıq. Y variantından yenə İspaniyanı çıxdıq. B variantından Mərakeş monarxiyadır çıxdıq. Cavabımız bu variantdır. Portuqaliya, Fransa, Tunis unitar və respublika idarə etmə formasına malikdir. 18. Ancaq bir ölkə ilə quru sərhədinə malik olan ölkələr. İspaniya, Fransa ilə də, Portuqaliya ilə də, Andorra ilə də sərhəddi var, olmaz. Haiti adasında Haiti ilə Dominikan sərhəddi, yəni bir ölkə ilə sərhəddi. Portuqaliya bir dənə İspaniya ilə sərhəddi və Brunei bir dənə Malayziya ilə sərhəddi. 2, 3, 5 Y variantı. Malayziya həm yarımadada yerləşir, həm adada yerləşir, çox ölkə ilə sərhəddə. Polşa da həmçinin. 19. Dünya okeanına birbaşa çıxışı olan unitar respublikalar yenə də quruluşuna görə, icbari ərazi quruluşuna görə unitar və idarəetmə formasına görə respublika olsun deyir. Bunlardan baxır, dünya okeanı və birbaşa çıxışı olan. Birinci birbaşa çıxışı olan sözünə görə Monqolistan materik daxilidir, Əfqanistan materik daxilidir, Çad materik daxilidir. Cavabımız oldu 1, 3, 4. Dünya okeanına birbaşa çıxışı olan ölkələrdir və unitardır və respublikadır. 20. Verilən əlamətlərin aid olduğu dövlətlər dağlıq relyefə malikdir. Dağlıq deyirsə, düzənlikləri çıxaran Belarus Şərqi Avropa düzənliyində yerləşir. Pakistan Hind-Qanq ovalığında yerləşir. Özbəkistan səhralıq yerdir, düzənlikdir. Y variantından əhalisi Hind-Avropa dil ailəsinə aiddir və dünya okeanına birbaşa çıxışı yoxdur. Dünya okeanına birbaşa çıxışı yoxdur deyildiyi Y variantına Meksikanı atdıq. 2 okeana çıxışı var. Cavabımız C variantıdır. Avstriya, İsveçrə, Əfqanistan. Əhalisi də Hind-Avropa dil ailəsinə aiddir. 21. Ərazisində yerləşən ölkələrin sayı daha çox olan yarımadalar.
Skandinaviya Yucatan yarımadasında bir dənə elə Meksikadır, olmaz. Hind-Çin yarımadası bir neçə ölkədir. Skandinaviyada da Norveç, İsveç, Finlandiya 3 dənə ölkədir. C variantında Hindistan yarımadasında azdır. Hindistan özü. D variantında Jutlandiyada bir dənə Danimarka ilə Almaniyadır. 2 dənə yenə olmaz. Cavabımız Y variantı. Balkan yarımadasında Cənub-Şərqi Avropada bir sıra ölkələr var. Makedoniya, Montenegro, Albaniya, Bosniya, Xorvatiya, Serbiya, Yunanistan özü və s. Ərəbistan yarımadasında da Səudiyyə Ərəbistandır, Küveytdir, Qətərdir, Yəməndir, Omandır, Livandır və s. çox ölkə yerləşir. Ona görə cavab Y variantı. 22. İndoneziyanın yerləşdiyi böyük adalar qrupu İndoneziya təşkil olunub Sumatra adasından, Kalimantan adasından, Yava adasından. 1, 5, 6 Y variantı. Tayvan adası Çinə məxsusdur, Saxalin adası Rusiyaya məxsusdur, Andaman adası da Hindistana məxsusdur, Hind okeanında yerləşir. 23. Yaponiyanın yerləşdiyi böyük adalar qrupu Yaponiyanın adaları Shikoku, Hokkaido, Honshu, Ryukyu, Kyushu bu adalardır. Burada da Hokkaido, Shikoku və Honshu var. Kalimantanda olmaz. İndoneziya, Malayziya, Bruneydir. Tayvan Çinə məxsusdur, Saxalin də Rusiyaya məxsusdur. 1, 4, 6 cavab Y variantı. 24. 3 yarımkürədə yerləşən dövlətlər 3 yarımkürədə yerləşməsi üçün ya ona ekvator xətti kəsməlidir, ya da Qrinviç xətti kəsməlidir. İkisindən biri mütləq kəsməlidir. Y variantından Hindistanı heç biri kəsmir. D variantından Meksikanı heç biri kəsmir. C variantında deməli Pakistanı heç biri kəsmir. B variantında Madaqaskarı heç biri kəsmir. Cavabımız A variantıdır. Braziliyanı ekvator xətti, Böyük Britaniya Qrinviç, İspaniyada Qrinviç xətti kəsir. 25. Cənub-Qərbi Asiya regionuna aid olan ölkələr. Cənub-Qərbi Asiyada yerləşən ölkələr istəyir bizdən. Tayland Cənub-Şərqi Asiya ölkəsidir. Ona görə olmaz. C variantında bircə saniyə. D variantında Kamboca Cənub-Şərqi Asiya ölkəsidir. B variantında Butan Cənubi Asiya ölkəsidir. Y variantında İndoneziya Cənub-Şərqi Asiya ölkəsidir. Cavabımız C variantı. İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail. 26. Qaradəniz sahilində yerləşən dövlətlər. Qaradənizə çıxışı olan ölkələr hansıları idi? Rusiyadır, Gürcüstandır, Türkiyədir, daha sonra Bolqarıstandır, sonra Rumıniyadır, Ukraynadır. Bu kimi ölkələrin çıxışı var. A variantında verilən cavabların hamısı Qaradəniz sahilində yerləşir. B variantından Almaniya Qaradənizə çıxışı yoxdur. C variantından İsveçin Qaradənizə çıxışı yoxdur. D variantından Belarusun Qaradənizə çıxışı yoxdur. Y variantından Livanın Qaradənizə çıxışı yoxdur. Cavab A variantı. 27. 3 yarımkürədə yerləşən dövlətlərin müəyyənidir. Yenə ya ekvator xətti kəsməlidir, ya da Qrinviç medianı kəsməlidir ərazisinə. A variantında Boliviyanı heç biri kəsmir. C variantında Monqolistanı heç biri kəsmir. D variantında Kanadanı heç biri kəsmir. Y variantında Ukraynanı heç biri kəsmir. Cavab B variantı. İndoneziya ekvator xətti, Ekvadoru ekvator xətti, Konqonu da ekvator xətti kəsir. 3 yarımkürədə yerləşirlər. 28. Almaniya, Polşa, Avstriya və Slovakiya ilə həmsərhəd olan dövlət. Siyasi xəritədən baxsaq görərsiniz ki, bu ölkə Çexiyadır, paytaxtı Praqa. 29. Ərazinin çox hissəsi yüksək dağda yerləşən qərb yarımkürəsi ölkələri. Deyir, dağlıq olsun, ikinci şərtdə qərb yarımkürəsində yerləşsin bizə deyir. İndi cavablara baxırıq. Deməli, A variantından Norveç şərqdə yerləşir. B variantından Nepal şərqdə yerləşir. C variantında C variantında D variantında deməli dağlıq olsun və qərb yarımkürəsində yerləşsin. Hamısı qərb yarımkürəsində yerləşir, hamısı dağlıqdır. D variantı doğru cavabdır. C variantından Seneqalı yenə çıxırıq. Seneqal həm oval düzəltdə yerləşir orada, həm də ki şərq yarımkürəsinə düşür. Y variantından Tunisi çıxarıq, şərq yarımkürəsinə düşür. Cavabımız D variantı. Həm dağlıq, həm də qərb yarımkürəsində yerləşən. 30-cu sualda ərazinin çox hissəsi yüksək dağlıqda yerləşən şərq yarımkürəsi ölkələr. Dağlıq olsun və şərq yarımkürəsində yerləşsin. Özbəkistan düzənlikdir relyefinə görə. Olmaz. C variantından Boliviya qərb yarımkürəsində yerləşir. Olmaz. D variantından Türkmənistan yenə düzənlikdir. Olmaz. Y variantından Çili, Uruqvay qərb yarımkürəsində yenə olmaz. Cavabımız B variantı. Nepal, Əfqanistan, Tacikistan şərq yarımkürəsində yerləşən və dağlıq ölkələrdir. 31. Azərbaycandan cənub-şərqdə yerləşən ölkələr. Azərbaycandan cənub-şərqdə yerləşir. Yəni Azərbaycan buradırsa, buradan bu istiqamətdə yerləşməlidir. Cənub-şərqdə. B variantından Çin Azərbaycanla eynilikdə yerləşən ölkədə olmaz. Türkiyə Azərbaycandan cənub-qərbə düşər, olmaz. Qərbə düşər. D variantı doğru cavabdır. Hindistan, İndoneziya, Avstraliya Azərbaycandan cənub-şərqdədir. Y variantından Monqolistan yenə olmaz, Mərkəzi Asiyada yerləşir. A variantında Səudiyyə Ərəbistanı, Avstraliya və Pakistan olmaz. Pakistan da qərbə düşür.
32. Daha çox ölkə ilə həmsərhəd olan Asiya ölkələri. Çin daha çox ölkə ilə Asiyada sərhəddir. Monqolistan Çindir, Rusiya ilə sərhəddir. Çox sərhəddi yoxdur, ona görə götürə bilmərik. Və Özbəkistanı götürərik. Qazaxıstanla, Türkmənistanla, Qırğızstanla, Tacikistanla sərhəddi var. 2, 4. Bangladeş də Hindistanla sərhəddi var. Yəmən də Ərəbistan, Səudiyyə Ərəbistanı ilə Omanla sərhəddir. 33. Braziliya ilə həmsərhəd olmayan. Braziliya ilə həmsərhəd olmayan ölkələrimiz Argentina ilə Ekvador ölkəsidir. 1 ilə 4. Argentina ilə Ekvador. Çili ilə Ekvador üzülürsən 2 ilə 4. Çili ilə Ekvador 2, 4. Braziliya ilə həmsərhəd olmayan ölkələrdir. 34. 3 yarımkürədə yerləşən paytaxt şəhərlər. 3 yarımkürədə yerləşən London şəhəridir ki, Qrinviç meridianı oradan keçir. 35. Cənub-Şərqi Asiya müvafiq olaraq yarımada və adada yerləşən ölkələr. Cənub-Şərqi Asiyada yerləşsin və birincisi yarımadada, ikincisi adada yerləşsin. Bangladeş qitənin özündə yerləşir. Olmaz. Yarımadaya düşmür. Nepal da qitənin özündə yerləşir, yenə olmaz. Tayland adaya düşmür, yarımadaya düşür, yenə olmaz. Hindçin yarımadası. Kambodjada Hindçin yarımadasına düşür. Cavabımız Y variantı. Vyetnam Hindçin yarımadası, Brunei Kalimantan adası. 36. Tropik xətti və qütb dairəsi kəsən ölkələri istəyir. Meksikanı şimal tropik xətti kəsir. Birinciyə 1 aiddir. Kanadanı şimal qütb dairəsi kəsir. İkinciyə 3 aiddir. Norveçi şimal qütb dairəsi kəsir. İkinciyə 5 aiddir. Ərəbistan yarımadasını şimal tropik xətti kəsir. Birinciyə 4 aiddir. ABŞ isə həm şimal tropik xətti, həm də şimal qütb dairəsi kəsir. Ona görə 2 yarımkürədə 3 işıqlanma qurşağında yerləşən ölkədir. Birinciyə 1, 4, ikinciyə 3, 5, üçüncüyə 2. Cavabımız A variantı. 37. Eylə-Venn diaqramına uyğunluğu müəyyən edir. Ekvator və cənub tropik xətti kəsən ölkələr. Braziliyanı həm ekvator xətti kəsir, həm də cənub tropik xətti kəsir. Avstraliya ittifaqını cənub tropik xətti kəsir. Madagaskar adasını cənub tropik xətti kəsir. İndoneziya adasını ekvator xətti kəsir. Konqonu da ekvator xətti kəsir. Birinciyə 4, 5, ikinciyə 2, 3, birinciyə 1. Cavabımız A variantı. 38. Avropa qitəsində dəniz sahili ölkələr. Dəniz sahili deyirsə, materik daxilləri çıxarıq və Avropa dediyinə görə sırf Avropa ölkələri götürməliyik. Misal üçün, C variantından Liviyanı çıxarıq, Afrika ölkəsidir. D variantından Qazaxıstanı çıxarıq, Asiya ölkəsidir. B variantında deməli, Avropa qitəsində dəniz sahili ölkə deyir. A variantında Sloveniyanı çıxarıq. B variantında Belçika dəniz sahilidir. Estoniya Baltik dəniz sahilidir. Albaniya dəniz sahili ölkədir. Cavabımız bu variantıdır. Y variantında San Marino'da anklav ölkədir. Materik daxili də olmaz. 39. Şərqi Asiyanın və Cənub-Şərqi Asiyanın müvafiq olaraq sosialist dövlətlərini müəyyən edir. Dünyada 5 dənə sosialist ölkəmiz vardır. Kuba, Çin, Vyetnam, Laos və Koreya. İndi cavablara baxırıq. Monqolistan sosialist deyil, Butan sosialist deyil. Caldı B, D, E variantları. İkincidə isə deyir ki, birincidə Şərqi Asiya olsun, Laos da Şərqi Asiya deyil, Cənub-Şərqi Asiyadır. Ona görə getdi. İndi ikinci hissədə Cənub-Şərqi Asiyaya aid olan sosialist ölkə. İndoneziyada sosialist ölkə deyil, cavabımız D variantı. 40. Yarımadada yerləşsə də dünya okeana birbaşa çıxışı olmayan ölkələr müəyyəndir. Yarımadada yerləşsin və dünya okeana çıxışı olmayan ölkə Laosdur. Hindçin yarımadasında yerləşir, dünya okeana çıxışı yoxdur. Vyetnam imkan vermir. 41. Asiyanın və Cənubi Amerikanın müvafiq olaraq iqtisadi zonaya malik olan ölkələri. İqtisadi zonaya malik olması üçün, yəni dəniz sahilidir. İqtisadi zona 370 kilometr məsafə. Yəni sahildən 22 dəniz mili məsafəsinə qədər olan məsafəni əhatə edir. Materik daxili ölkələri çıxarıq. A variantından Əfqanıstan materik daxildə olmaz. B variantından Paragvay Cənubi Amerikada materik daxildə olmaz. D variantından Boliviya Cənubi Amerikada materik daxili olmaz. Y variantından Asiyada Qırğızstan materik daxilidir. İqtisadi zonası olmaz. Cavabımız C variantı. Malayziya və Braziliya. 42. Ərazilərin cənub tropik xətti kəsən ölkələr. Cənub tropik xətti kəsir Braziliyanı, Avstraliya ittifaqını, Konqonu ekvator xətti kəsir olmaz. Nigeriyanı heç biri kəsmir olmaz. Çilini cənub tropik xətti kəsir və Venezuelanı da heç biri kəsmir. İndoneziyanı da ekvator xətti kəsir və Peru. Peru yox, Perunun da heç biri kəsmir. 1, 3, 4 olmalıdır cavabımız D variantı. 43. Tropik enliklərdə yerləşən ölkələr. Tropik enliklərdə yerləşən, deməli, Almaniya mülayim enlikdir, olmaz. Fransa mülayimdir, olmaz. Azərbaycan subtropiklə mülayimdir, yenə olmaz.
Belarus mülayimdə olmaz. Cavabımız Y variantı. Misir, Meksika, Səudiyyə Ərəbistanı. 44. Ölkələrə mafiq gələn yarımadalar. Vyetnam Hind-Çin yarımadasında yerləşir. 1-ə D. Portuqaliya Pireneya yarımadasında yerləşir. 2-yə A. Danimarka Jutlandiya yarımadasında yerləşir. 3-ə Y. İtaliya Apennin yarımadasında yerləşir. 4-ə B. Oman Ərəbistan yarımadasında yerləşir. 5-ə C. Cavablarla baxsaq. 3-ə C yazıb A variantı səhv. 2-yə A. 3-ə B. 3-ə Y yazmışıq. Yenə səhv. Y variantında 3-ə Y, 4-ə B, 5-ə cavabımız Y variantı. 45. Asiyanın rütubətli iqlim şəraitinə malik şəhərləri. Rütubətli, yəni yağıntı çox olan yer. Bəsrə İraqdır, İrandır, quru iqlimdir, olmaz. Aşqabad, Türkmənistan, Mərkəzi Asiya olmaz. Ər-Riyad, Ərəbistan yarımadası olmaz. Səhralıqdır. Ulan-Bator, Monqolistan'da olmaz. Yine kontinentaldır. Cavabımız D variantı. Kəlkütdə, Hindistan, Jakarta, İndoneziya, Tokyo, Yaponiya. Musson rejimli. Musson iqlimi var. 46. Cənub-Qərbi Asiya regionuna aid olan ölkələri təyin edin. Cənub-Qərbi Asiyaya aid olan ölkələri seçməliyik burada. Nepal, Butan Cənubi Asiyaya aiddir. Tayland Cənub-Şərqi Asiyaya aiddir. Bunların hamısı çıxır. D variantında Nepal yenə Cənubi Asiyaya aiddir. Y variantında Koreya Respublikası Şərqi Asiyaya aiddir. Cavabımız A variantı. 47. Yalnız bir okean sahilində yerləşən ölkələri müəyyən edin. Bir okean sahilində yerləşən Rusiya olmaz. Şimal Buzlu okean, Sakit okean, Atlantik okean çıxır. Kanada 2 okeandır, yenə çıxır. 2 ilə 3 olan cavablarımızı atdıq. Daha sonra Laosun dünya okeanına çıxışı yoxdur. 7-də getdi. Cavabımız D variantı. Hindistan, Braziliya, Madagaskar və Portuqaliya. 48. Ərazisində 2 və daha artıq dövlətin yerləşdiyi adalar. Böyük Britaniya adasında bir dənə ölkədə olmaz. Madagaskarda bir dənə ölkədə olmaz. Kalimantanda 3 dənə ölkədir. İndoneziya, Malayziya, Brunei. Yeni Gvineyada, Papua Yeni Gvineya və İndoneziya. İrlandiyada İrlandiya və Böyük Britaniya. Haiti adasında da Haiti və Dominikan. Cavabımız C variantı. 49. Orta Avropada dənizə birbaşa çıxışı olmayan ölkələr materik daxil ölkələr istəyir və Orta Avropadan. İsveç dənizə çıxışı var, olmaz. Norveç dənizə çıxışı var, olmaz. Almaniyanın çıxışı var, olmaz. Portuqaliyanın var, olmaz. Cavabımız bu variantı. 50. Avropanın dənizə birbaşa çıxışı olmayan ölkələr. İsveç çıxışı var, yenə olmaz. Fransanın çıxışı var, olmaz. Daha sonra D variantında Almanya olmaz. Y variantından Bulqaristan Qaradəniz sahilində yerləşir. Rumıniya Qaradəniz sahilində yerləşir, olmaz. Cavab C variantı. 51. İsveçrə, İran, Nepal dövlətləri üçün oxşar xüsusiyyətlər. Bunların hamısı Alp-Himalay qurşağında yerləşirlər. Geosignal qurşağında yerləşən ölkələrdir. 52. Afrikaya aid olan ölkələr qrupunu müəyyən edin. Honduras, Guatemala, Mərkəzi Amerika ölkələridir. Olmaz. B variantı doğru cavabdır. Liviya, Gabon, Niger, Mozambik. Hamısı Afrikada yerləşir. C variantından Butan, Nepal, Asiyadır. Əfqanistan, Asiyadır. Daha sonra Vyetnam, Asiyada olmaz. 53. Aralıq dənizi hövzəsində yerləşən dövlətlər. Aralıq dənizi ətrafında yerləşir Cənubi Avropa və Şimali Afrika ölkələri. Burada da Polşa A variantında olmaz. B variantından Pakistan, Asiya ölkəsi olmaz. C variantında Tunis, İtaliya, Fransa hamısı Aralıq dənizi sahilində yerləşir. D variantında Sudan, Qırmızı dəniz sahili yerləşir. Y variantında İordaniya, Qırmızı dəniz sahilində yerləşir. 54. İsveç, Polşa, Macaristan və Albaniya üçün ümumi olan xüsusiyyətlər. İsveç, Polşa, Macaristan və Albaniya hamısı eyni meydan üzərində yerləşir deyə UNESCO-nu eyni vaxtda qarşılayan ölkələrdir. Daha sonra 55. Şimali Amerikanın ucqar şimal, cənub, şərq və qərb nöqtələrinin yerləşdiyi ölkələr. Şimali Amerikanın şimalı Kanada, cənubu Panama, şərqi Kanada, qərbi ABŞ-ın ərazisinə düşür. Cavab D variantı.